buna görə də hadisələrin inkişafı rejimin dağılmasına gətirib çıxararsa, Türkiyə ilə Azərbaycan seyirci qalmamalı, Güney Azərbaycan türklərinin taleyinin bizim iradəmizlə hesablaşılmadan kənardan yazılmasına imkan verməməlidir. Bu həm tarixi çağırışdır, həm də elə 100 ildən bir ələ düşən tarixi fürsətdir. Əks halda molla rejiminin yerini tutacaq olan sekulyar fars dövləti bu dəfə də demokratiya adı altında milli iddialarımıza qarşı çıxacaq. Bizi haqlı mövqedə məhrum edəcək, Güney Azərbaycan məsələsini də separatizm kimi təqdim edəcək. Bununla yanaşı diqqət edin. Bugün İrana qarşı güc balansını qorumaq üçün Qərb və İsrailin bizə verdiyi dəstəyin də səbəbi ortadan qalxmış olacaq. Necə ki, Qərb bugün İran güclənməsin deyə bizi dəstəkləyir, sabah eyni Qərb, yeni Qərb yönümlü İranı dəstəkləməklə Türkiyə-Azərbaycan alyansının güclənməsinin qarşısını almağa çalışacaq.